Qızlar salam, necəsiz? Bugün sizinlə birlikdə uyğun qiymətə olan sevdiyim məhsullarla bu makiyajı eləyəcəyim. Əgər hazırsınızsa gəlin başlayaq. Deməli, əlimdə ən uyğun qiymətli foundationlardan, amma çox sevdiyim foundationlardan, yəni tonal kremlərdən biri olan Şiqləmdir. Şiqləmi Azərbaycanda mağazalarda çox bahaya sata bilərlər, amma mən buna heç 12 manat belə pul verməmişəm. Çox uyğuna almışam. Bu Skinfinite seriyasından Buttercream rəngidir. Gəlin baxaq. Məni tanıyırsınızsa bilirsiniz ki, mən üzlərimə how to say açıq rənglər vururam. Qaralmağı da xoşlamıram. Belə göz altıma çox da gətirməyi düşünmürəm. Çünki ora konsealer vuracam. Çox məhsul olmağını da heç istəmirəm. Deyək ki, tonal kremi bitirdik. Ən çox sevdiyim belə konsealer demərəm, amma əlimdə olan və istədiklərimi eləyə bilən yeganə konsealer Beauty Glazed markasının belə bir konsealeridir. Siz tövsiyə etmişdiniz, aranızdan biri tövsiyə etmişdi. Belə bir fırçadan istifadə edəcəm. Birinci bundan bildiyiniz kimi, sonra da sponjla. Konsealerdə istifadə elədim. Baking pudra olaraq ya da ki pudra olaraq Lovely markasından Mineral Loose Powder olanını istifadə edəcəyik. Arada hiss eləyirəm ki, bundan nəsə belə ağlıqlar, belə bir pıt-pıt, nə deyim buna, sponj istifadə edəcəm. Deməli, əvvəllər mən bunları sadəcə göz altıma və s. vururdum. Amma indi üzümün çox hissəsinə vururam. Çünki üz yapışqanlıq, nəmli olanda quru məhsulları vurmaq qeyri-mümkündür və çox pis görsənir. Burada üzü baxın, konsealer yığılıb. Xoşum gəlmir də bu görüntüdən, çox çirkin bir görüntü yaradır. Deməli, bu hissələrə, baxın buralar, göz altları, burun yanı, göz qapaqları və bu hissəyə çox vurmalısınız. Yəni, çox deyəndə kifayət qədər yaxşı ki, oralar yağlana bilir gün boyunca və parıltılı, o tərəflərdə parıltının olmağı, ümumiyyətlə belə çökük yerlərdə parıltı olanda üzdə çox qəribə bir asimetriya yaranır. Sonra keçirik bronzera. Bu bəziləri üçün uyğun qiymətli bronzer deyil. Okay, onun yerinə misini sizə tövsiyə edə bilərəm. Amma mən bunu 12 manata falan almışdım. Gratisdən almışdım. Yəni, sorry, amma 12-13 manat baya bildiyiniz uyğun qiymətlidir. Azərbaycanda 20-30 manat arası satıla bilir. Mən hətta o qədər Physician formulanı bəyənmişəm ki, məndə 3 dənə məhsul var idi. Getdim 2 dənə palet aldım. Biri bu paletdir. Baxın, burada. Bundan var bir ədəd burada. Monoyu da var. 2 dənə ənliyi var. Bir dənə highlighter və bir ədəd də pudra var. Çox qəşəng paletkadır. Sizə də tövsiyə edirəm. Əgər almaq istəsəniz, mütləq alın. Belə bir şey götürürəm. Əvvəllər sadəcə bu hissəyə bronzeri vururdum. Amma indi heç də sadəcə o hissəyə vurmuram. Bir çox hissəyə vuracam. İndi görəcəksiniz. Burnumun üstünə, yanaqlarıma. Bu belə. İndi bir dənə fırça götürürük. Baxın, bunun kimi bir fırça. Bu fırçadan bronzerimizdən belə götürürük, vururuq. Mən belə silirəm. Bəzi youtuberları, nə bilim, influencerları görmüşəm. Onlar dodağın üstünü silirlər. Hətta deyirlər ki, elə daha yaxşı olur. Məncə yox. Sonradan o qalıq kir formasında buralara yığılır. Ona görə də silsəz çox daha yaxşı olar. Neysə, dodağı çox yaxşı göstərməyin bir neçə yolu var. Onlardan biri də bronzerdan buralardan
Bu ənlikdən hələ ki istifadə eləmirik. Sonra keçirik mənim ən çox sevdiyim, uyğun qiymətli bir ənliyə. Bu Not, gördüyünüz kimi Not markasının 06 Hot Rose ənliyidir. Ənliyin rənginin gözəlliyinə baxın. Çox qəşəngdir. Bu 10 qramlıq bir məhsuldur. Normalda 4-5 qram olur da, ən uzağı 6 qram olur ənliklər. Çox kifayət qədər, yəni bərəkətli məhsuldur. 3 il falan istifadə edə bilərsiniz. Deməli, mən götürəcəm belə bir fırça. Başlayacağam istifadə etməyə. Məhsulu niyə görə sevirəm? Birincisi, məhsulun rəngi və həm də parlaqlığı çox insana yaraşacaq bir tondadır. Baxın, belə çəhrayı tondadır, parlaqlığı da məncə görürsünüz. Bunlar baked blushlardır, yəni bişmiş ənliklərdir. Bişmiş ənliklər parlaq ənliklərdir. Məsələn, şeyin də çox qəşəng bişmiş ənlikləri var. Catrice, Rare Beauty, sonra MAC-in ənlikləri də çox yaxşıdır. Bu arada MAC-in məndə ənliyi yoxdur, amma bir-iki dənəsi var ki, almaq istəyirəm. Amma deyirəm ki, sonra onsuz da belə gözəl məstanın var sənin, sən niyə görə başqasını alasan? Məncə hiss elədiniz rəngi. Bu rəng çox qıza yaraşacaq bir rəngdir. İnanın, tövsiyə edirəm, bunu gedin alın. Düzdür, 15 manata falan çıxır bu Trendyolda. Mən çox ucuz almışdım, 15 manata almışdım, 7-8 manata almışdım. Keçən il deyəsən almışdım. O qədər bəyəndim ki, iş yoldaşımızın ad günü oldu. Onun ad gününə mən gedib buradan aldım. Elə bax bu nömrəsi. Bərəkətlidir, çox xoşuma gəlir. Bəzən olur ki, o qədər məhsul fərqli ənliklər istifadə edirəm, amma istədiyim rəngi ala bilmirəm. Təzədən ondan istifadə edirəm. Siz düşünün. Bu da belə. Nuvalələ. Çox bəyəndim onu. Əlimdə çox uyğuna olan göz paletləri var, göstərim paletləri var. Amma ən çox mən bu 3 uyğun qiymətli olan göstərim paletini istifadə edirəm. Bunu tam uyğun deməzdim, çünki 20-25 manat aralığı satılır. Bu 15-16 manat almaq mümkündür, amma mən Shein-dən çox daha uyğun qiymət almışdım. Bu Shiglam'dır, bu da Shiglam'dır. Bunu göstərmişəm sizə. Nəysə, bugün gəlin nədən istifadə edeyim? Məncə bundan istifadə edeyim, çünki bundakı rəng bizim meykapımıza yaraşacaq. Götürürük iki tərəfli bir fırça. Məncə hamısını istifadə edəcəm. Baxarıq da. Baxın, bu parlaqdan götürdüm. Məncə gündəlik meykap üçün lazım olan rənglər burada var. Bunda həm də belə gözəlmi göyçək, hər yer görsənir orada. Burada gözəlmi göyçək bir primer var, göz tenlər üçün, gölgələr üçün. Burada belə krem olan bir ten var, yəni istəyirsinizsə istifadə eləyə bilərsiniz. Shiglam'in Vinyl Pop Color paletlərindən Rose Sonata rəngidir. Mən Miss Taste'in 764 nömrəsini istifadə edəcəm. Amma sizə bir söz deyim. Güc bəla ilə Miss Taste'dən istifadə etməyə çalışdım. Çox qurudu. Düz mən bronzer istifadə etmişdim. Ona görə quru oldu. Amma normalda da mənə görə çox qurudu. Getdikcə belə bu hissələrinə gəldikcə çox daha quru görüntüdə olur. Gördüyünüz kimi dodaqlarım belə oldu. Necədir? Shiglam'dan aldığım belə dörtlü balaca pomadalardan birini istifadə edəcəm. Bu pomadalar heç istifadəyə uyğun deyillər. Amma bir dənə bu istifadəyə uyğundur. Gəlin baxaq. Bu arada bunu da uyğun qiymətə almışdım. Neyse qızlar, Shiglam almaq istəyirsinizsə gedib dükanlardan, mağazalardan almayın. Gedin Shein-in özündən qeydiyyatdan keçin, ya da ki Azərbaycana sadəcə link atmağına bəzi səhifələr var ki, Instada Shein by Leyla var, nə bilim Shein Azərbaycan var, Shein Azərbaycan var. Onlara link atırsınız. App'in özündən nə məhsul istəyirsinizsə, eyni qiymətə gətirir, sadəcə 2 manat əlavə pul verirsiniz. Yox,
Brownie stack-dir. Bunun fərqli növləri var deyəsən, amma bu brownie stack-dir. Bunu da almağınızı çox tövsiyə edirəm. Yox, amma bu qəşəngdir. Bu rəngdən xoşum gəlir. Gördüyünüz kimi dodaqda çox yaxşı qalır. Mən əvvəllər bu dodaq boyalarını heç bəyənmirdim, amma indi düşünürəm ki, işə yarayırlar. Uyğun qiymətli 2 ədəd belə deyərdim ki, highlighterım var. Məndə Rare Beauty də var, məndə Benefit'in Cookie'si də var, amma məncə mən düşünürəm ki, bilirsiniz Dior da var. Məncə bu və bu demək olar ki, ikisi də bir-birinə oxşuyur, amma daha çox parlaqlığı Revolution'un Revolution Beauty London'un bu highlighter verir. Çox gözəldir. Qiymətinə görə əladır. İnanın mənə bu kimi fırçalar çox daha yaxşıdır highlighter istifadə edəndə. Yəni mən bu məhsulu məncə bağımlısıyam. Normalda bəzən bir yerə gedəndə Dior götürürəm, deyirəm təzələyərəm, amma yanında bunu da götürürəm. Çünki bilirəm ki, Dior'dan istədiyim nəticəni ala bilməyəcəm. Çox qəşəngdir. Hədsiz qəşəngdir. Yəni çox zər-zər durmur. Belə pis görüntüsü olmur. Mən göz üstlərimə vururam belə bu hissəyə. Burnuma çox vurmağı xoşlamıram. Gəlin biraz bura vuraq. Çünki mənim burnumda belə düz olmayan tərəflər var. Ona görə yaxşı görünmür. Ümumiyyətlə çalışın highlighterə deməli hansı tərəflərə vurun. Üzdə belə üzə çıxan yerlərə vurun. Yanaqlar, onlar bilinməlidir. Üzə belə yuxarıya doğru çıxmalıdır. Və günəş də ora vuranda ən birinci oralar gəlib deyə çox daha gözəl görsənir. Mən alnımın da arada bu hissələrinə vururam. Bunu alın peşman olmazsınız, çünki həqiqətən tövsiyə elədiyim və alan insanlar çox olub, həqiqətən çox bəyənirlər. Bu da yaxşıdır, amma qramaj olaraq azdır, 3 qramdır. Bu amma bayağı bir 8-10 qramdır bildiyim qədərilə. Ya dəqiq yadımda deyil, çünki üstü silinib. Revolution bir dənə pis cəhəti var, o da onun paketləməsinin yaxşı olmamasıdır. Deməli, bu Deborah Milano firmasının 6-7 manata aldığım, bəlkə daha ucuza aldığım glosslarından biridir. Trendyolda, Watsons'da satılır. Ümumiyyətlə çalışın Trendyolda, Watsons'dan endirimlər olduqca istifadə eləyin. Çünki çox yaxşı məhsullar satılır orada. Bu da İtalya markasıdır. Çox istifadə etdiyim liner son zamanlarda budur. Əlimdə çox liner yoxdur, demək olar 2 dənədir. Amma mən bunu 7 manata filan almışam. Şiqləmindir, qara rəngidir, çox qəşəngdir. Bir dənə indi fırça tapım buradan. Çox qəşəngdir, nə mənada qəşəngdir, yayılıb eləmir. Hətta siz səhv belə çəkəndə əlinizlə silməyə çalışırsınız. Miselyar suyu ilə silməyə çalışırsınız, çıxmır. Bu əslində pis tərəflərindən biridir. Amma mən düşünürəm ki, yəni dayanıqlıdır, yayılıb filan eləmir. Ona görə də istifadə etməyə dəyər. Gördüyünüz kimi artıq bayağı bir istifadə etmişəm burada. Bunu da mütləq alın. Alın, aldırın. Qəşəngdir. Bayağı bir inglot oxşatmağa çalışıblar və məncə çox da gözəl eləyiblər. New Valin, bax bir spreyindən istifadə edəcəm. Sabitləmə spreyindən, fiksatorundan. Çox qəşəng fiks eləyir, həqiqətən çox bəyənirəm. Yəni qiymətinə görə məncə çox uyğundur. Başladıq. İçində də görürsünüz azdır. Deməli, qızlar, sizə də tövsiyə edirəm. Make-up fiksator istəyirsinizsə, məncə gedin bundan alın. Boş şeydir Charlotte Tilbury, boş şeydir, nə bilim, MAC. MAC onsuz da fiksatorluq eləmir. MAC konkret olaraq bir məhsulu siz make-upınızı təzələmək istəyirsinizsə, birinci onu vurursunuz, sonra MAC-in fiksatorundan. Yəni hər fiksator məncə fərqli şeylər üçün istifadə olunur. Yaxşı maraqlanmaq lazımdır. Nəysə, mən bunu çox bəyənirəm. Üzümdə çox qəşəng make-up'ı saxlayır, belə bəmbək yapışır. Məsələn, bir şey yadımdan çıxıb. Maskara. Maskara Golden Rose-dandır. Möhtəşəm bir şeydir. 3-4 manata, ən uzaq 5-6 manata ala biləcəyiniz ən yaxşı maskaralardan biridir. Tökülmə çox olmur. Biraz ola bilər, gün sonunda biraz. Tökülmə çox olmur, tək-tək ayırır. Düz istədiyiniz o möhtəşəm qalın kipriklər yaratmır, amma
tək-tək ayırır deyə çox qəşəng favorilərimdən biridir. Necə oldu? Məncə qəşəng make-up oldu. Yəni az məhsuldan istifadə elədim, amma gözəl oldu. Bir də ki, göz içlərimə, bu hissələrinə, altına Cevin məndə, baxın, Cev markasının artıq bundan bir dənə də var mənim əlimdə, hətta 3 dənə idi. Yox, birini itirdim, bir dənə də var idi əlavə. Sonra getdim təzəsini aldım stoklardan. Yəni make-up sıralamasına görə etməyə çalışdım. Ümid edirəm ki, bəyəndiniz, yaxşı oldu. Əgər siz də bu make-up etmək istəyirsinizsə, heç məhsulun fərqi yoxdur, sadəcə bu steplərlə eləyirsiniz. Yəni hər kəs özünə uyğun bir step seçir, sözün açığı. Yəni bu mütləq bunu bundan sonra eləməsi, onu bundan sonra eləməsi deyilən bir şey yoxdur. Xahiş edirəm belə bir xurafatlara inanmayasınız. Mən çalışdım ki, belə eləyim. Necədir sizcə?